hansısa Peyğəmbər Allahla görüşə gedirmiş, belə bir rəvayət var. Bir adamla görüşür, deyir, mənim bir ərzə halımı çatdırsaz yaxşı olar. Deyir, nədir? Deyir ki, mənim varım, dövlətim o qədər çoxdur ki, Allaha mənim xahişimi çatdır ki, bunu biraz azaltsın, mənim dişliyim yoxdur, dayanmağım, durmağım yoxdur. Deyir, boş istə. Biraz da gedəndən sonra yenə birinin rast gəlir. Deyir ki, qardaş, mən eşitdim gedirsən, yəni mənim də bir ərzə halım var. Deyir ki, nədir? Deyir ki, valla mənim də dayanmağım, durmağım yoxdur, gecə günü çalışıram. Amma bir çörək sahibi deyirəm, açından bir gün tapanda bir gün tapıram. Gəzən gedir, çatır Allahla görüşəndə. Bu əhvalatı danışmamış, artıq hər şey agah olur da yəqin ki. Deməli, Peyğəmbərə deyilir ki, o birinciyə deyir ki, şükrünü azaltsın. İkinciyə deyir ki, arada bir şükür eləsinə qalırsın. Qayıdıb gəlib deyəndə, birinci deyir ki, yox, mən onu deyə bilmərəm. Mən şükrümü yaradana heç vaxt unuda bilmərəm. Hər an, hər dəqiqə, hər süfrəmdə, hər anımda şükür edirəm, onu xatırlayıram. O birisi ancaq deyir ki, deyir, bir aradan başlayıram, bunun beləm var da, elə özüm elədim deyir. Biz hər işimizdə belə düşünürük. Yəni biz yaradana doğru həmişə, hər an, biz 30 ildə heç vaxt spirtçi məhsul satmamışıq. Heç vaxt haram məhsullar satmamışıq. Yalançı düşmən saymışıq. Nə səhv eləmişsən, canın sağ olsun. Yəni, amma yalanı bağışlamırıq. Yalancı Allahın düşmənidir.